Hər kəsə salam, mən Əsmər Nadirova. Bu günləri sizlərə Azərbaycanda Cəlalirlərin və Teymurilərin hakimiyyəti mövzusunun izahını verəcəyik. Dərsləri keçməmişdən öncə dərslərimizə qeydiyyatı davam edir. Dərslər həftədə 3 dəfə 90 dəqiqə olmaqla Google Meet proqramı üzərindən həyata keçirilir. Dərslərin sual-cavabı, köhnə dərslərin təkrarı və dərslərimizin yeni dərslərin izahı, eyni zamanda keçdiyimiz dərslərə aid çoxlu miqdarda testlərin işlədilməsi və verdiyimiz testlərin yoxlanılıb və səhvlərin müzakirəsi təşkil edilir. Dərslərimizin formatı bu formada keçirilir. İndi isə keçək dərsin izahına. Biz dedik ki, Şeyx Həsən, Böyük Həsən Cəlalirinin hakimiyyəti dövrü ilk öncə onu deyək ki, 1340-1354-cü ildə hakimiyyətdə olubdu. Bu Şeyx Həsən, yəni Böyük Həsən Cəlalirlər sülaləsinin banisi idi və Hülaki səltənəti uğrunda mübarizədə çobanlara məğlub olub Bağdada çəkilmişdi və 1340-cı ildə paytaxt Bağdad şəhəri olan Cəlalirlər dövlətini yaratmışdı. 1354-1374-də isə Şeyx Üveys hakimiyyətdə olacaq. Şeyx Üveys hakimiyyətdə olanda 1359-cu ildə Azərbaycana yürüş edir, Təbrizi tutur. Azərbaycan Kürd çayından cənubdakı torpaqları Cəlalirlər dövlətinin tərkibinə qatılmış olacaq. Testlərdə tez-tez görəcəksiniz ki, Azərbaycanın cənubunun Cəlalirlər dövlətinin tərkibinə qatılması. Uşaqlar, biz bunu 1359-dan götürüləcəyik. Yerli feodal hakimləri bu dövlətə öz hakimiyyətini qoruyub saxlaya biləcəklər və paytaxtı Bağdaddan Təbrizə köçürəcək. Nə vaxt? 1359-cu ildə. 1367-ci ildə Şirvanı tabe edib hakimiyyətini bütün Azərbaycana yayacaq. Abadlıq işləri aparacaq. Eyni zamanda dövlətxana sarayını inşa etdirəcək. Suvarma sistemləri bərpa etdiriləcəkdir Şeyx Üveysin dövründə. Şeyx Üveys öləndən sonra isə feodal pərakəndəliyi, hakimiyyət uğrunda mübarizə Cəlalirlər dövlətini zəiflədəcəkdir. Sultan Əhməd isə 1382-1410-cu ildə hakimiyyətdə olubdu. Feodallar arasında mübarizənin qarşısını almaq mümkün olmayacaq onun dövründə. Azərbaycan sosial-iqtisadi qarşıdurma meydan olacaq. Həmin vaxtlarda, yəni 14-cü əsrin 80-90-cı illərində Azərbaycan həm Əmir Teymurun, həm Qızıl Ordu hökmdarı Toxtamışın yürüşlərinə məruz qalacaqdır. Toxtamış xanın Azərbaycanın yürüşündən danışaq. 1385-ci ildə Azərbaycana yürüş edəcəkdir. Onun yürüşü Dərbənd istiqamətində olacaq və qarətçi xarakter daşıyacaq. Biz Dərbənd istiqamətində qarətçi xarakterli yürüş dedikdə, alanların yürüşünü də 1-3-cü əsrlərdə oxşarlıq götürə bilərik. Eyni zamanda buna Slavyanların qarətçi yürüşlərində adını çəkə bilərik. Slavyanların yürüşləri isə deməli 9-cu əsrdən başlayacaq, 10-cu əsrdə isə aramsız xarakter almışdı. Bu zaman Cəlaliri Sultan Əhməd müqavimət göstərmir, Bağdada qaçır. Yəni Toxtamış hücum eləyəndə. Və bu vaxtda Təbriz tutulacaq. Təbriz 8 gün işğalçıların zülmünə məruz qalacaq. Təbriz tutulandan sonra Qarabağa doğru yönlənəcək və 1386-cı ildə Əmir Teymur yürüşü ilə əlaqədar Toxtamış qoşunlarını Volqa boyuna qaytaracaqdı öz ərazisinə. Ümumiyyətlə Qızıl Ordunun Azərbaycana yürüşlərindən danışaq. Baxın 1318-ci ildə Özbək xan başçılığı ilə gəlmişdi. Bu vaxt Əmir Çoban onu məğlub etmişdi. 1335-də Özbək xan növbəti dəfə gəlir, Kürd çayına qədər irəliləyir. Bu dəfə Əbu Said onları məğlubiyyətə uğradır. 1357-də Canı Bəy gəlir, o qısa müddətli Qızıl Ordunun hakimiyyəti qurulacaqdır. Burada Çobanilər Hülaki səltənətinin mühafizəsi uğrunda mübarizəsi bununla da sona çatacaqdır. Və Toxtamış xan da 1385-də gəlir, Təbriz bir sıra Azərbaycan şəhərlərini qarət edib, qənimətlər, əsirlər götürüb geri qayıdacaq. Və Teymurun 3 illik yürüşü 1385-1388-ci ildə olur. Azərbaycan 1386-nın baharında deməli Teymurilərin yürüşünə məruz qalacaq. Bütün Azərbaycan tutulacaq. Bir dənə tutulmayan hissə Əlincə qalası qalacaqdır burada. Əslində 1-ci İbrahim Şirvanşah hökmdarı idi. O da qiymətli hədiyyələr götürüb Qarabağda Teymurun huzuruna gəlir, ona öz itaətini bildirir. Əmir Teymur Təbrizdən sonra Şirvana yürüş edəcək, Əlincə qalasını mühacimə etsə də ancaq buranı tuta bilməyəcək. Ancaq 1387-ci ildə xəbər gəlir ki, Toxtamış Buxara ilə Səmərqəndin üzərinə hücum edibdir. Və bu vaxt Azərbaycanın idarəsini, eyni zamanda Əlincə qalasını tutmağı isə oğlu kimə tapşıracaq? Miran Şaha tapşırmış olacaq. Təbriz şəhəri Azərbaycanın açar hesab edirdi həmin vaxtı. Ona görə də Təbriz şəhəri uğrunda mübarizə davam edirdi. Əmir Teymurun ikinci yürüşü 1392-ci ildə olacaqdır. Təbriz şəhəri tutulur, hakimiyyət uğrunda mübarizə deməli yenə
vilayətlər arasında çəkişmələr, hakimiyyət uğrunda mübarizə başlayacaq. Bu vaxtı Cəlairi əmirləri Sultan Əhmədin oğlu Sultan Tahirin başçılığı ilə Əlincə qalasında müdafiə olunurdu və Teymura tabe olmamışdı. Yəni ikinci yürüşdə də Əlincə qalası tutula bilməyəcəkdi. Bu vaxtı Şəki hakimi Seyid Əli məğlub edilərək itaətə gətiriləcək. Gürcüstan zəbt olunacaqdı. Teymur Bağdada yürüş edərək oranı dağıdacaqdı. Və beləliklə Teymur Azərbaycanın ikinci yürüşündə yenə Əlincə qalası istisna olmaqla bütün Azərbaycan Teymurlər tərəfindən zəbt ediləcək. 1395-ci ildə Teymurun Dərbənddən Qızıl Ordaya hücumu edib Toxtamış xanı məğlub edib paytaxt Səmərqəndə qayıtdı və 1398-də Hindistana yürüş etdi. 1395-ci il döyüşü Ümmü Tarix kitabından daha ətraflı keçmişik. Bu Terik döyüşü idi. Və Terik çayı sahilində baş verən döyüşdə Teymur Toxtamış xan əsas qüvvələrini məğlub edir. Şimali Qafqazın dağlıq bölgələri, Azov qalasına qədər bütün ərazilər demişdik ki, Teymurun əlinə keçəcək və Qızıl Ordu dövlətin şərq vilayəti Teymurlərin əlinə keçəcək. Eyni zamanda bununla da Qızıl Ordu dövləti zəifliyib parçalanmağa məruz qalacaq. Teymurun 3-cü yürüyüşü 1399-cu ildə baş veribdir. Və Əmir Teymurun Hindistandan qayıtdıqdan sonra, yəni 1398-də Hindistana yürüş edib, qayıdandan sonra 1399-cu ildə 3-cü dəfə Azərbaycana yürüş edəcəkdir. Bu yürüş zamanında Qarabağda məskən salır, Şəki hakimliyinə qoşun yeridir. Lakin 1-ci İbrahim xahişini nəzərə alaraq Şəki hakimliyinə toxunmayacaqdır. Bu vaxt Şəki hakimi Seyid Əhməd, hansı ki Əlincə qalasının müdafiəsində həlak olmuş Seyid Əlinin oğluydu. Seyid Əhməd 1-ci İbrahim vasitəsilə Teymurla ittifaq bağlayır, ona tabe olacaqdı. Və Əlincə qalası müdafiəçilər arasında bu dəfə münaqişə baş verəcək. Sultan Tahir xəzinəni götürüb Bağdada qaçacaqdı. 1400-cü ildə Əlincə qalası müqavimətsiz Əmir Teymura təslim olacaq. Misirə qaçacaqdı. 1405-ci ildə Çinə səfər etmək istəyən Əmir Teymur vəfat edəcək. Yəni Çinə uşaqlar Teymur vəfat etməyibdi, belə hücum etməyibdi, vəfat edir, imkan olmur hücum etməsi. Azərbaycanın Şirvana qədər olan əraziləri Miranşahın oğlu Mirzə Ömərə tapşırmışdı. Amma Şirvanın idarəsi Şeyx 1-ci İbrahimin əlində idi. Əlincə qalası müdafiəçiləri kimlər idi uşaqlar? Sultan Tahir, Xacə Cövhər və Əmir Altun idi. Eyni zamanda onlara Şəki hakimi Seyid Əli, Şirvanşah 1-ci İbrahim, Gürcü hökmdarı 7-ci Görgü, Hürriflik hərəkatının nümayəndələri filan dəstək olurdu. Ümumiyyətlə bu Əlincə qalasının daha belə deyək də qətiyyətlə müdafiə olunmasının səbəbi burada Cəlairlər dövlətinin xəzinəsinin saxlanması idi. Lakin 14 il bu müqavimət göstərsə də, yəni tabe olmadan 14 il öz müstəqilliyini saxlasa da, öz aralarında didişmələr səbəbindən 1400-cü ildə 14 illik müdafiədən sonra Əlincə qalası müqavimətsiz təslim olacaqdı. Uşaqlar, dediklərimizi bir dənə də ümumiləşdirək. Dedik ki, Cəlairlər dövləti nə vaxt yarandı uşaqlar? 1340-cı ildə. Paytaxt hara idi? Bəli, paytaxt Bağdad olubdur. Sonra hara köçürüləcək? 1359-cu ildə Təbrizə köçürüləcək. Bəs Cəlairlər Azərbaycanın cənubunu nə vaxt tutacaq? 1359 Təbrizi tutmaqla deyirik. Bəs Azərbaycan şimalını nə vaxt tutacaq? 1367 Şirvanşahlar dövlətinin tabe edilməsi ilə götürürük. Baxın, testlərdə tez-tez qarşımıza çıxır ki, Səlcuqların Azərbaycanın islasını başa çatdırması, yəni işğalını başa çatdırması, biz bunu 1066 Şirvanşahlarla götürürük. Monqolların Azərbaycan işğalını başa çatdırması 1359, daha doğrusu 1259 Dərbəndin işğalı ilə götürürük. Cəlairlərin Azərbaycanı işğalını başa çatdırması 1367 deməli Şirvanşahları tutmaqla götürürük. Bu 3 dənə hadisəni testlərdə tez-tez qarşınıza çıxacaqdır. Sonra 80-90-cı illər, yəni 14-cü əsrin 80-90-cı illəri hansı yad elli qüvvələr Azərbaycana hücum edirdi? Bəli, bu Qızıl Ordu xanı Toxtamış və Əmir Teymurun yürüşləri olmuşdur. Qızıl Ordu xanı Toxtamışın Azərbaycana yürüşü nə vaxt olacaq? 1385. Bəs necə oldu ki, Azərbaycanı tərk etdi o? Yəni, eşidəndə ki, Teymur hücum eləyir, Azərbaycanı tərk edəcək. Teymurun birinci 3 illik yürüşü neçənci illərdə oldu? 1385, 1388-ci ildə oldu. Həmin vaxtda hansı ərazini tuta bilməyəcək? Bəli, Əlincə qalası tutula bilməyib, bütün Azərbaycan ərazisi tabe olacaq. 1-ci İbrahim
Nə əcəb həmin vaxtı Qızıl Ordu dövlətinə deyil, məhz Teymurilərə itaətin göstərəcək. Çünki o hesab edirdi ki, Qızıl Ordu dövləti daha yaxın təhlükədir. Azərbaycanı tutsa öz ərazisinə daxil edəcək, amma Teymuri uzaq təhlükədir. Azərbaycanın idarəsini, Şirvanı idarə etmək üçün ona bir nəfər lazım olacaq. Bu da elə İbrahimin özü olacaqdır. Yəni 1. Teymurun 1-ci yürüşündə 1. İbrahim öz itaətini bildirmişdir. Teymurun 2-ci yürüşü 1392-ci ildə olacaqdır. Bu vaxtda da Şəki hakimi Seyid Əli itaətə gətiriləcəkdir. Gürcüstan zəbt olunacaq, Bağdada yürüş olunacaqdır. Bəli, bunu da demişik. Daha sonra Əmir Teymurun bəs 3-cü yürüşü nə vaxt oldu? Bəli, 1399-cu ildə idi. Bəs Əlincə qalası nə vaxt fəth olundu? Bəli, bu da 1400-cü ildə idi. Daha sonra dedik ki, bəs onda Teymurun Toxtamışın üzərinə olduğu döyüş nə vaxt olacaq? 1387-ci ildə, deməli, Buxara və Səmərqəndə Toxtamışın hücumu ilə əlaqədar idi. Bəs Terek döyüşü nə vaxt olacaq? Bəli, 1395-ci ildə. Hər iki döyüşdə də kim qalib gəlir? Əlbəttə ki, Teymur qalib gəlib. Terek döyüşünün nəticəsi nə olacaq uşaqlar? Məndən əvvəl özünüz deməyə çalışın. Bəli, dedi ki, Qızıl Ordunun şərq vilayətləri işğal olunacaqdır. Şimali Qafqazın dağlıq hissəsi, Azov qalasına qədər olan ərazilər işğal olunacaq və Qızıl Ordu zəifləyib bir dəfə özünə gələ bilməyəcəkdir. Daha sonra var idi burada. Bəs onda Teymurun Hindistanın yürüyüşünə vaxt oldu. Bəli, 1398. Və Teymurun Çinə yürüyüşü nə vaxt oldu? Uşaqlar, Çinə yürüyüş baş tutmayacaq. Çünki 1405-ci ildə vəfat edəcək. Bu vaxt Azərbaycanın idarəsi kimə tapşırılmışdı? Miranşahın oğlu Mirzə Ömərə. Bəs Şirvanın idarəsi kimdə idi? Bəli, Şeyx 1. İbrahim Dərbəndinin əlində idi. Uşaqlar, dərs izahımız bu qədər. Dinlədiyiniz üçün təşəkkürlər.